Testimizi nəzərdən keçirək. Test bizdən demək doğru əvəzliyi seçməyimizi tələb edir. Pronoun əvəzlik deməkdir və cümlə inkar cümləsidir. Burada don't know inkarlığı bildirir. Demək, inkarlığı bildirən cümlədə ikinci bir inkarlıq bildirən söz ingilis dilində işlədilmir. Ona görə də A variantı və I variantı avtomatik olaraq çıxılır. Nothing və none inkarlıq bildirən əvəzliklərdir. Burada don't know inkarlıq olduğu üçün bunları ora əlavə edə bilmərik. D variantında some özündən sonra isim tələb edir. Burada boşluqdan sonra isim yox, about sözönüsü işlədilmişdir. Ona görə də biz D-ni də, yəni some'ı da bura əlavə edə bilmərik. Həmçinin some inkar cümlələrdə işlədilmir. Sual, təklif, xahiş bildirən sual və təsdiq cümlələrdə işlədilir. Ona görə D variantı da bura uyğun deyil. Something inkar cümlədə işlədilmir. Təsdiq cümlələrdə işlənir. Ona görə C variantında çıxırıq. Bizim burada doğru variantımız anythingdir. Anything, yəni B variantı. Anything sual və inkar cümlələrində işlədilir. I don't know anything about politics. Mən siyasət haqqında heç nə bilmirəm. Doğru variantımız B variantıdır.